Hər kəsə salam, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Çıxmışam evdən. Hazırlaşmaq prosesimi çəkmədim. Gərək çəkərdim. Gələn dəfə hazırlaşmaq prosesini çəkəcəm hamısını birlikdə. Rəfiqəm aşağıda gözləyir, qızımı məktəbə düşürüb. Ondan sonra bugün bir neçə yerə gedəcəyik. Bugün yeni il alış-veriş eləyəcəyik və yolkamızı qurmağa hazırlaşacaq. Bilmirəm, bugün çatdırsaq, bəlkə qurarıq, çatdırmasaq gələn vlogda yolkanı qurmaq videosunu paylaşacağım. Qızlar, biz ikimiz də evdən çıxandan birinci öz-özümə söz verdim ki, artıq əski, lazım olmayan heç nə almayacaq. Mən də söz vermişəm. İndi burada danışırıq, Rıvış dedi ki, o sözü mən də öz-özümə vermişəm və gəlmişik. Burada da söz verirəm. Sizə söz veririk ki, artıq heç nə almamağa çalışacaq. Bəli. Biraz çalışacaq. Mən söz verirəm. Davay, çatmışıq uca biz. Sədərəkdəyik. Sədərək sərgüzəştlərimizi sizlə bölüşəcəyik və həmin mağazini unutmuşuq hardadır. Aparıq. Mənim yolkamın aksesuarları. Bu il bizdə keçən il də bu rəng idi. İndi yenə o rəng eləyəcək. Ağ qızılı Mint yaşılı. və mint yaşılı. Çox incə görsənir. Qiymətini sorsa. 6 manat 50 qəpik. Yox, 6.50 budur. Eynidir də, rəngi fərqli. Ay, bu da çox gözəldir. 6 manat 50 qəpikdir bu. Amma çox qəşəngdir. Çox gözəldir. O şeydir, təəccüblə. Söyle olacak, lazım değil. Bəlkə bunu alaq. Artıq heç almayacaqdıq. Bəlkə bunu alaq. Şeyler geçengi var. Bunun daha yaxşı variantlarını tapmaq lazımdır. Bunlardan Tekalib'de var idi o gün. Görürsən neçədir qiymətləri? Bu neçədir? Bu neçədir? 9 manatdır. 9 manat. Aha da bir dənəsi 9 manat. Məncə də, hə. Gerək çox olsa onu 3-4 dənə, 3 dənə alasan. O da 27 manat eləyəcək. Buradan hə, çox gözəldir. O neçədir o dediyin? Bu neçədir? O yox, o birisi. Hə, bu. Neçədir bunlar? 45 manat. Bomba bazası simetridir. Özü çok da mərkə deyil. Geçen Yolkaya o getməyəcək. bunlar neçədir? Qaqaş, bu neçədir? 3 manata. Bunlar nə gözəldir. Ne şirindir bu. Qar qızdı ki ya. Görəsən. Burada yastık vardı. Deyəm bu çaşkalara baxın. Baba 2 dənə çaşkalı bu da yaxşıdır. Hə, 2 çaşkalı sərf edir. Bu da geçenkli bak. Seva yaşıl kurtka giyinmisən. Əsil yeni il abi havalı görsənir. Yok. Bunlar peçenya falan qoymaq üçün çox yaxşıdır. Bəlkə bunu alaq Seva. Axı danışdıq ki, lazımsız şey olmayacaq. Bu Santa ilişib bura.
Gedək o böyük mağazini tapaq. Geçəkdir. Bunu kəsərə qoyursan şeyə, Hara? bloka, qapının ağzına. Səhər durub görsən ki, yoxdurdu. Ayda bu çox qəşəng var blokda. O mağazini tapdıq. Keçən il buradan yol kalmışdıq yadında. Bütün Hər şeyimizi buradan almışdıq. Qapını özümə bax. gəzə buranı yerə tapmışam. Bu Səbələkdə ən böyük mağazin budur. Hansı ki, bütün aksesuarlar satılır yeni il üçün. 190 manat alırsan, minirsən, gedirsən işinə. Ürəkli. Deyə o ürəkli. O gör necədir. Açığanda hamısı təşəkkür. Qəşəngdir. Neçədir o? Lan neçədir? Alə yaxşı. Bunda nə eləmək üçün fikirləşirsən? Yolkaya belə salırsan nə arasına? Hə. Biz bu keçən il bundan almışdıq. Bundan almışdıq, hə. Bəlkə eyni senin qızılısını Hə, alaq. bir Zovi də olsaydı. Səndə bundan oju yaşıla çalır. Bizdə hər şey qızılı idi, brizov idi. Sonra nə rəng var idi? Qızılı bir Zovi ağ. Ağ yox. Bir də qəşəngdir. Çox gözəldir. Həmin o biz peçenya bişirəcəyik qızlar. Hansı ki novogodniya olur belə adam falan. Hə, zəncəfilli peçenyalar eləyəcəyik. Onun üçün istəyik belə qəşəng bir qab olsun. Ancaq şit olmasın, belə gözəl olsun. Ha, 7 manat? Yox, bu ancaq qapağıdır. Yox. Bu niyə qapağı acıdır satılır? Baxaq görək başqa nə var. Ama töküləcək içindən. Ya bunu şey üçün yaxşıdır, pirog falan qoymağa. Amma biz qırmızılı çox ala bilmərik də. Çünki bizə şit görsənəcək. Biz üzüklər axtarırdıq biz salfet üçün. Bir ədəd 3 manata. Bir dənəsi 3 manat. 6 dənə bizə lazımdır. Gəl seçək. Neçə olur onda 6 dənə olanda? 3 vur 6-ya. Bizə süfrələr ümumiyyətlə ağ və bu da gözəldir. Maraqlıdır. Şit deyil. Hər şeylə Şit ola bilər. Bir də mən bunları çox bəyənmişdim. Bu maralları çox bəyənirəm. Bir dənə aç baxaq. Burada var deyəsən açıqları. Hə. Bu çox qəşəng görsənir salfetə taxanda. Bir ədədi burada 2 manatdır. Onda marallar 2 manatdır. Hə, gəl 6 dənə götürək bundan. Belə də var. Bu bizə uyğun deyil. Sadə götürək. Belə bantiklər də var. Amma sən maral sevirsən. Hə. Ümumiyyətlə maral detalını mən yeni ildə sevirəm. İkisi fərqli, ikisi fərqli. Necə görsənəcək elə? Məncə qəşəng görünür. Hamısı eyni olmaqdansa biraz fərqliliyi Onu olar. sən seç. Rəng olaraq onsuz da eyni olacaq. İkisi belə seç onda. İkisi maral. 2 dənə belə bir şey götürürəm. 2 dənə maral götürürəm. Sonra. Belə maral da var. Bu çox gözəldir bu da. Görün bundan yenə var. Belə də var bax. Belə də var, belə də var. Yaxşı. Fərqli hava. Sənin zövq və güvənərək. Qızlar ikisini belə götürdük. İkisini belə. Aha. 2 dənə də bundan götürdük. Əla. Da maraqlı olar. Qızlar baxın belə Snejok da çox gözəldir. dənəcikləri də var. Bu da çox gözəl olur. Biz yeni ilə bu şeylərə uyğundur. Sən götürdüyün maral bundandır, hə? Bayaq götürdüyün. Hə. Bəs bundan da götürmüsən? Yox, ondan götürməmişəm. Belə götürmüşəm. Belə. Elə bu yaxşıdır. Bu da qəşəngdir. Hansını götürək? Bu da qəşəngdir. Ondan Bu götürək. 3 manatlıqdır amma. 2 manatlığı götürək. Bəli. Çox pul xərcləmirik. az büdcə ilə gözəl dekor hazırlayacağıq. Burada da var ha. Qab biz qırmızı seçməyəcəyik. Ya ağ ola bilər, ya belə. 13 manat. Bu da gözəldir. Amma rəngi uyğun gəlməyəcək yenə də. Mənə gəlir ki, biz ona uyğun Jisk mağazinindən tapa bilərik. Orada yaşıl. Orada çox gözəl qablar olur. Bir ədədin qiyməti yazılmış. Bunlar da gözəldir, amma standart olaraq hər kəs bax bununla belə bir şeylə istifadə edir. Hə? Həm standart olaraq hər kəs Bir gün, 2 gün istifadə eləmək olur. Hə. Sonra gündəlik istifadə edə bilməyəcək. Elə bir qab almalıyıq ki, həm bizim dekora uyğun olsun, həm də ki, sonraki günlərdə istifadə eləyək. Hamı yeni il alış-veriş eləyir. Keçməyə çalışırıq.
Hə. Yolka üçün oyuncaqlar. Hə, bax bizdə bu rəngdədir olacaq əsasən. Keçən il belə götürmüşdüm. 3 manatdır bunlar. Keçən il o qiymət alım 2.50-yə 3 almışdı. 2.50-yə 3-ə, hə, belə almışdım. Burada da var, gəl. O rəngdən bu il az deyil. O rəng o qədər gözəl görsənir ki, biz harca 2 gündən sonra çəkiliş eləyəcəyik, yolkanı quracağıq. Görəcəksiniz necə gözəl görsənir bu rəng. Bunların qiymətini deyə bilərsiniz. 3 manat. Bizdə bunlardan var idi, yoxsa ancaq sinjok idi? Bu var idi, bundan var idi. Bu yox idi burası. Hə. Hərəkətlərdən var, bu var. Bax bu bantik də gözəldir Seva. Ondan da almışdıq, var idi ondan da. Götüreyim mi ondan? Nə bilim, bax da. Bir də başqa qiyməti var. Burada nəsə tapmışam brizovu. Bunda belə kristal olan var. Onlar neçədir? Götürdün? Yox bunlardan, bax bundan. Ay, nədə Bu yox heç. açıq variantda var idi. Hə, bu bunu götürdüm. Hə, bu çox gözəldir. Bu neçəyə aldın? 1.50-yə idi bu. O birislər 3 manatdır. Bunlar 3 manat. Bunlardan əslində almışdıq. Keçən il var idi da. Var, yəni yolkanın. Ay, nə gözəldir. Baba gedərəm. Neçədir gör o? Bu amma qapı üçündür. Welcome yazılıb. 15 manat məncə çoxdur. Lişni rasxoddur. Sözümüzdən çıxmırıq. Qnomiklərə bax. Hansısa bu otlardan idi. Ova neçədir? Biz brizovu həmin o budaqdan axtarırıq. Seva, əzilmiş, büzülmüş tapdım birini. Burası qəşəng deyil. O nədir? Adam. Bu neçədir? Bir məhsula pul vermək istəməyərkən deyirik, lazım deyil. Hər kəsin etdiyini etməyək deyirik. Çünki onu bir-iki gün istifadə edəcəyik, sonra nə edəcəyik? Niyə onu alaq? Belə deyil. Onu onda gərək belə skoçla bağlayıb sonra qoyasan. Çünki aralanacaq. Oradan gel koyura. Bak sen. Dünyanın gözünü kör qoyub aldığımız, sədədən gözünü kör qoyub aldığımız var. Qızlar, yolkalardan atladıq pramoy qablara. Yolka adelindən o qədər şey almışıq ki, dedik rasxod eləməyək, əlavə şey almayaq, amma o qədər aldıq. İndi maşına oturanda Girdik hamısını... içəri, baxdıq hər yerə, başa düşdük ki, biz keçən hər şeyi almışıq da əslində. Dedi gedib quracaq, nə çatışması sonra fikirləşərik onu. Maşında göstərəcəyik aldığımız şeyləri. Dəhşət. Dəhşətə gələcəksiniz nələr almışıq. Boş şeydir. Nə yazırsan onu? Gilasın tubunu çıxardan, vişnənin tubunu çıxardan. Neyse de bunu, burada yeni ilə aid bizə heç nə lazım deyil. Gündəlik həyata da lazım deyil. Plastik qablar. Qaba ihtiyacım var. Bu yox amma. Onu da sınavdan çıxır. Mağazindən çıxdıq, amma bilmirik hardan girmişdik. Hardan çıxdıq, maşın Girdiyimiz hardadır. yeri tapıbmışıq, başqa yerdən çıxmışıq. İndi axtarırıq ki, hara getməliyik. Və o qədər şeylər almışıq ki, daşıya bilmirik hal-hazırda onları. Burada ola bilər, orada dayanmışıq. Burada bir üzündə dayanmışıq. Xanım, biz çox dolu deyil. Sumqayıtdan basa-basa durub gəlmişəm. Buyurun Sevinç xanım. Aldığımız şeyləri göstərəcəyik sizə. Biz demişdik əlavə heç nə almayacağıq. Artıq heç nə almayacaq deyə söz vermişdik. Amma bu qədər də yoxdur.
Sumqayıtdan durub Sədərəyə gəlmişəm ki, çəkiliş üçün ləvazimatlar alın. Nə almışıq? Nə almışıq göstərək. Əslində çəkmişdik. Yolkamız üçün O açıq versiyası var. əslində biz keçən yolkaya hər şey almışıq, yəni əlavə dedik heç nə almayaq. 3 dənə xətri qalmasın deyə bunları aldıq. Bizi ayıbdır. Kəndə o qədər vaxt keçirmişik. Və keçən ildən Olmadı nəzə alaq. Seva, keçən ildən 100 dəfə düşünüb almadığımız şeyi almışıq. Sohbət üçün. Keçən il bunlar o qədər düşündük amma almadıq. Dedik artıq da artıqdır. Fikirləşdik ki, artıq şeydir, lişni rasxod eləməyək. Hə. İndi deyəcəklər, niyə lişni rasxod dedin? Niyə adam kimi danır? Bu lişni rası. Biz ruski yazıçlı девочкаları. Bəli. Bəli. Budur. 6 ədəd almışıq. Daha 2 dənə şey almışıq, 50 dəfə göstərdik. Yəni mən Sumqayıtdan bura harasa 20 manata gəlib çıxmışam. Orada Yasamaldan da bura bir 20 manatlıq benzin gedib 3 manatlıq şey alıb qayıdırıq. Qızlar, gedirik evə, yol üstü mandalin aldıq. Sədərədən mandalin. Bax olur burada. Neynəylə. Gedirik indi, hara gedirik? Bir də kofe çay, Sonra evə gedirik. Sonra yiyəcək. Ofisi çəkilişi isə yolka durmaq falan. Yolkaya Azərbaycanca nə deyirlər? şam ağacı. Çılçılar? Şam ağacını. Şam ağacını 6-cı gün quracağıq. Bəli, 6-cı gün şənbə günü Çox qəşəng bir çəkiliş eləyəcəyik, şam maraqlı. ağacını bəzəyəcəyik. Həm onun çəkilişini eləyəcəyik, həm də ki süfrə. Qızlar, burada qonşumuzun iti yenə səhv gəlib bizə, düşürürəm. Öz evinə təhvil verib qayıdacağam indi. Həmişə bu it niyəsə səhv gəlir bizə, gəlir bizim qapını döyür, mən də düşürüb verirəm səhv gələndə. Elə fikirləşirəm ki, artıq sadəcə olaraq bizə gəlmək istəyir deyə gəlir. Burada isə hər birinizdən yenə bir şey xahiş edəcəyəm. Zəhmət olmasa kanalıma abunə deyilsinizsə abunə olmağı və videolarımı like edib məni dəstəkləməyi unutmayın. Qızlar, mən iti təhvil verdim. Öz sahibinə qalxıram yuxarı. Biz sushi zakaz eləmişik. Oturub birlikdə yeyib dincələcəyik. Vlogun isə geri qalanını gələn vlogda izləyəcəksiniz. Çox uzun alınırdı deyə 2 hissəyə böldüm. Hələlik görüşərik.